Zəngilanda mənzərəsindən həzz alacağınız, görüntüsünə məftun olacağınız yerlər çoxdur. Bəzi təbiət gözəlliklərini və ya qədim abidələri görmək üçünsə yüksəklikləri qət eləməli olacaqsınız. Bu bir qədər çətin ola bilər, amma nəticə sizi valeh eləyəcək. Qız Qalası elə bir zirvədə salınıb ki, ona toxunmaq və kəşf eləmək üçün uzun, çətin, amma çox mənzərəli yerlərdən keçməli olduq. Bu yürüyüş macəra dolu bir kəşf oldu. Ətrafda gördüyümüz zirvələrin çoxu hələ kəşf olunmayıb, sirləri açılmayıb. Yeni kəşflər bizi məqsədə doğru çox böyük maraqla aparırdı. Bu yolda Qarabağ təbiəti bütün gözəlliklərini bizə nümayiş elətdirdi. Zirvəyə doğru qalxdıqca yol boyu dağ çiçəklərinin ətri, rəngarəng flora, ətrafa açılan yamyaşıl, göz oxşayan mənzərə, əhatəmizdə olan qocaman dağlar bizə bütün çətinlikləri unutdururdu. Ayaq saxlayıb ətrafımızdakı mənzərəni seyr elədikcə, təbiət gözəlliyi bizə həm zövq verirdi, həm də ruhlandırırdı. Zəngilan tarixi abidələrlə zəngin bir bölgədir. Onun hər dağında, hər təpəsində bir abidə var. Onlardan biri də Vecnəli kəndi yaxınlığında yerləşən dağın başında olan, bax, bu Qız Qalasıdır. Onun müəyyən hissəsi qalıb, deyilənə görə o gözətçi qaladır. Buradan, bu qaladan ətrafa həqiqətən də çox gözəl mənzərə açılır. Xalq arasında Qız Qalası adı ilə tanınan bu abidə Bartaz və Vecnəli kəndləri arasında, Əmirxanlı kəndi ərazisində hündür bir dağın üstündə yerləşir. Belə hesab edirlər ki, qala əsasən müşahidə məntəqəsi rolunu oynayır. Yoldan xeyli uzaqda, həm də yüksəklikdə olduğu üçün qalanın sığınacaq, yaxud müdafiə istehkamı olması düşünülmür. Bu qədim qala 12-ci əsrə aid edilir. Dağ turizmi sevənlər üçün Qız Qalası marşrutu əvəz olunmazdı. Bu marşrutda hətta dağ keçilərinə də rast gəlmək olar. Bu dağlar onların ərazisidir. Dağ keçiləri üçün bu dağlar təhlükəsiz yaşayış məskənidir. Onlar 1000 metrdən 4500 metrə qədər hündürlükdə yaşaya və arta bilirlər. Bu dağlara dırmaşmaq üçün onlara bir kibrit qutusu qədər ayaq yeri belə bəs eləyir. Fiziki cəhətdən dağların sərt şəraitinə hazır olan keçiləri görüb çəkmək hər saat ələ düşən fürsət deyil. Biz də bu şansımızdan yararlandıq. Və indi siz Zəngilanın dağlarında məskən salan dağ keçilərinin ekskluziv kadrlarını görürsünüz. Bu mənzərəni görüb seyr eləmək sizi bəlkə də hələ yaşamadığınız emosiyalara qərq eləyəcək.